Salam sizdən ikisibən. Salam əziz iştirakçılar, hər birinizi salamlayıram. Bugün bizim artıq 6-cı təlim günümüzdür. Və bugün də yenə iştirakçılar tapşırıqlarını işləyib gətiriblər, evdə tamamlayan iştirakçılarımız var. Həmçinin burada yenidən muncuq çanta sevgisi çox olur iştirakçılarda və həm yeni başlayan iştirakçılar da var. Ümid edirəm ki, biz təlimin sonunda yekunlaşdıracaqsınız. Bundan başqa xanım da evdə hazırlayıb gətirib. Bunlar, bu material pambıqdır. Həmçinin bunun adı gedir makrame çanta. Bu makrame çantalar daha qalın milçəklə hörülür. Və burada da bəzi çantalarımız var ki, bunlar da sadə akril saplardandır və bu xırda milçəklə toxunur. Bu milçəyin nömrəsi 2-2,5 olmalıdır. Hər iştirakçının öz potensialına və bacarığına uyğun biz materiallar seçirik. Məsələn, isə qızımız var. O çox inad elədi muncuq çantanı öyrənməyə və artıq bacarır. Maşallah olsun bizdə. Və Könül xanım da dünən başlayıb çantanı. Dünən başlamasına baxmayaraq bugün artıq çantanın yarıdan çox hissəsini hazırlayıb. Gecə yatmamışsınız deyəsən Könül xanım. Çünki Könül xanım sürətli işləyir maşallah. Dostum şeydir də, dostum hamısı var. Bugün kimin yarım çıxışı var tamamlayır və yeni başlayanlara da uğurlar arzulayıram. İnşallah ki, təlimin sonunda hazır işlərimizi də görəlim. Uğurlar hamımıza. Çox sağ olun. Mənim. Salam hörmətli təlim iştirakçıları, hər birinizi salamlayıram. Bugün təlimlərimizin 6-cı günüdür. Birinci qurumlar artıq məşğul olunur. Təlimlər tərəfindən. Hər zaman qeyd edirik, bu layihələr qeyri-hükümət təşkilatlarının dövlət dəstəyi agentliğinin layihə maliyyə dəstəyi həyata keçirilir. Ümid edirəm ki, bu layihə davamlı olaraq ünvanlı sərgilər təşkil olunması. Biz fikirləşdik ki, burada öyrəndiyimiz və burada da layihənin müddəti 3 aydır. Sadəcə bir təşkilatla qarşımıza qoyduğumuz məqsəd bizim burada öyrəndiklərimizi evdə davam etdirmək, siz öz məşğulluğunuzu təmin edirsiniz. Sənət şəkildə özünüz öz ayrı bütçənizi ayaqda tutmaq üçün bu sənət sizə yaşadığınız müddətdə bir qazanc mənbəyi olur. Bir daha uğurlar arzulayıram sizə. İşlərinizi davam edin. Teşekkür ederim. Amin. Şəbnəm xanım. Allah hamd eylesin. Aycan. Hamd eylesin. Aferin. Əslində mumcuqlar da, saplar da şəhərdə Sədərəydən eyni qiymətdir. Baha olan aksesuarlar. Sədərəydə aksesuar ucuzdur. Ona görə ora yaxşıdır ki, hər şeyi alırsan gəlirsin. Ben kaşlar aldım dünenlere. Onları şerbet için yapıştırdım. Çünki baxın, Xavər xanım 7 manat alıb, biz elə mumcuqları 7 manat alıb. Şəhərdə. Yəni Xavər xanım şəhərdə. Niye gəlir? Çox, gəlib öyrənəcək. 28'de orada olan yer var. Orada var. Orada var. Onların hevesi yok. Çıkamaz öyle bir şey yazın. Ana sen ne eləsən? Güzel bilirsən? Ay işte. Bir tane ondan, bir tane ondan. Ne çok Bu Türkiye. Bir diyen de iki satın var. İki diyen de
Kıraçtı. Mümkün şey. Mümkün şey. Ezebek. Şimdi bakın kahvenin bak her yavaş yavaş. Bir de göster yavaşlarsın. Ona göre biraz yavaş. Bak bir bakın dur. Şimdi kvadrat. Gençlerin şəbişə münasibəti nətərdir? Hayır. Ayşe. Bak birini göstereceğim bana. Çünkü annesi işlenmeli. Günler işlenmeli. Görsünler. Çünkü burada əvvəlkindən günü var. Biraz atlatırsınız. Oha. Her şey bilirim hastalanmam. Mama ezebek. Olsun da Dermanımdan metroyla. Avtobüs düz yanına gelir avtobüs. Maç oturmam. Maç oturmam. Maç oturmam. Aydın Mermi, Bak Mermi yapmışlar. Yine tersi. Öyle Aydın Mermi hanım. Merkezde Bak önüne bak yeniden. Zaman bir tane şalvar değil. İçeride işte çıkardım. El olur mu? Ben çalsanız böyle oturacağım. Ama el olur ki. Ama bunu da bak. Onda daha ayarlı. Şurada dalmış olur. Yer çünkü böyle olanda biraz yorucu olur ama kelbek olmaz. Mesela alnı falan. Şöyle kanıtı alnı. Teşekkür ederim. İşimize de maşallah. Sabah görüşürüz. Sana da aferin. Sen çok yaşamışsın. Ben de çok seviyorum. Ben de şarkı. Çok güzel. Abi senden tanışacağım. İrem İlhanlıoğlu'nun anasının derdini bilir. Ayşe yemezsin. Ay bu nerede düzmüş? Seni ne der? Bir tane yaşlı. Ben hələ düzüyorum. Yaş. Değil mi? Çok seviyorum. Nereden bak. Çok iyi.
Onu da qeyd edim ki, Rəvanə ilk bizə gələndə bacarmayacağım, mən bu işi görə bilmərəm. Amma şükür Allah'a ki, Rəvanə artıq 4-cü tərifdir məndə gəldi. Sərbəst işləyə bilər. Hamısı sizlərin sayəsində. Nazlı xanım da dünənləri gördü. Dedi, ay Rəvanə, sən sərgilər və əsərlərini şeyə çıxardacaq. Sərgi, hə. Ben bunu necə gedim? Bir sərgiyə çıxmışım. Hala fantastik çıldızıydı. Baba, sanki camamı ömüşür böyle sen. İşte başkası. Maalesef işsiniz. Yemiyor. Yerde orama değil, hissedirsin. Tamam, benim babam. Ya bu da var. Ana, artık gözle nazara gidiyor. Teşekkür ederim ben şaşırma kaybı işte. Onu da
Neyi sattın? Bu çok Mən oxuyuram ki, yaxşı gedir. Birinci işim yaxşı gedir. Şükür Allah, yaxşı gedir. Uğurlar, canım, uğurlar, tam uğurlar. Allah şükür. Ana renklerinde de süs görünme var ya böyle bu renk bir şifahi de 28'de yerine böyle şifahi. 28 bol yoktu. Ha, 28 bol çünkü o da 28 boldu. Orayı oldu. O da Üzbeyir. O yüzden de kantak tondu. O da kızıl yer. Kantak ton tanıyorsunuz, onu aldım. Kantak tondu düz yanı. O üstünde de iki tane var orada. Üstünde sapası var. İki tane. Üstünde var sapası var. Bak kızılla kantak tonun arası. Teşekkür ederim. şeydi. Bir tek gitmen yani. Yok, hamsına bir gitmen. Hamsına bir. Ben siz atmıştım benim arabalarım. Bak bu arasına mı? Ne? Kızım ahmetine. Kızım ahmetine karışma. Linkin atmışsın mı? Korkma özüne. Benim biz o elçi burada okuduğum harda kaldı. Bunlar gözlerim atmıyorlar. Onu yandırdı böyle var. Ha bunu şekli değil. Bunu basıra mı çıkıyor? Hadi o şekilde Mahmut o kadar. Tamam siz yaparsınız. Roman şekilde kalsın. Demişti ya. Ne yaptıkları? Bu günlerin yakılıp gelmezler. Güleyle bak. Korktum iyi dedim Mahmut yaptı. Akdeniz kuşlarımızı Oradan da kestiden bir koymuş. Aferin. Özünüze de gönderdim. Nasıl geçelim? Sola korktu değil mi? Bu benim
Yerine otursan şey. Ama Bazı müəllimlər üçün fonoqramma oxuyur. İstədiyin vaxtı gel oxuyarsın. Çok. Galiba Ama tabii. bir de bakın. Çox maraqlıdır. öyle değil. Neyse. Yok hani şey de. Mənim yəni 2 dənə ilə qaydıran 3 dənə ilə. Birinci aklımda 3 tane. Aklımda bir piyanda yok. Bir de birinci de 3 tane. Daha hamsını istedim. Ben ne yok bir şey. 20 lira yok. Ben başka yapacağım. Bizim materiallarda ikincisine de çatmıyor. Var. Çünkü burada iştirakçılar özləri gətirənlər də var. Bir çiftlə sonra Türkləri xanlar, bir də Rəvanlıqlar gətirilmişsin. Bəyazsız materiallarla Rüya çok gülenler oldu. Anadolu xanım bunlar bizə verir. Mənə verin, amma mən Kahve. evə ancaq çarpan verir. Çarpanda evə olur. Çünki çarpan aşağıda beklesin. Tələsiyin, bir daha da boş eləmişdir. Bu şeyin sənəti, bu naxışın, saçı sıxılır. Ancaq çantada da o da sıxılıq var, boş. İkinci onun üstünə gətirib qoyanda olacaq boş. Deşilir. Onun kahve. Onu boş. Bunun bir çıkar gelmiş o anne. Bunun yukarı geliyor. Boş eləmiş. Problem olmuş boş. Buradan beçeceğim de bak burada. Bunu beçeceğim burada. Siz onun Türk yatırım. kahve mesela. Köşmüşüm. Bax, saxlar, sat əlində dağıtma. Bunu həmişə dağıtıram, dağıtıram. Mən də bunu çəkəcəm. Siz qurcuq, əziyyət verirsiniz. Və həmin şey... Gözəl işarət seni. İsteyir öğrenmeyi ama koymuyor. Onu çalışın hocam. 16 yaşından sonra inşallah. Yalan da. Yaşından sonra Kıyafetleri üstüne gelmiş ya. Erkek cihazı olsa. Ne olur? Gelen gelmişlerde işaret dilini Gözü çok güzel, çok sadece öğrenmen diye. Çünkü bu ülkemizde çok şaşırtıcı. Bir də Murat, Burak, mən Bunu öğrenseydim. hamısı İstəyince bak bu. Her çeçenler olsa. Zamanlar da Çok yaprakçı. Ondan sonra kitap çekiyor. Hiçbir işareti koymasan. Hanımı öğrendim. Ben onun derine evde televizyon. Cülük orada filmde de yaparım. O günler bana dedi ki ben seni seviyorum. Bilirim. Az da çok da. Hem de
Zaten yok değil. Hani şu uzatmalarda değil. O bence bunu değil. Onu biliyor. Ben şu uzatma. Ben şu ne oynadım? Tamam mı? Ay, bilmiyorum. Ama Neler Çünkü O açabilir. yani benim de çıktı. Üzülür bir buradan aradım. Gerçekten çok güzel. üzülür. Sen düz, o bisiklet, ona parası o bisiklet. O açabilir. Göster. Yok. Ya. O güzel. Oh. İyi. Kaç. Bir. Əsəbləşlər də nə oldu? Lansın bugün herhalde. Çok sürətli. Çok sürətlisən, sürətli. Yüksekten bakma. Ne? Ya. Burası hemen dostum. İştirakçılar, biz bugün 6. təlimimizin sonuna gəlib çatmışıq və burada artıq tamamlayan iştirakçılarımız var və yarımçıq işlərdə olanlar var. Onları ev işi verəcəyik, evdə işləyəcəklər. Daha sonra burada gözlərlə maması belə səbət toxuyur. Onlar da demək olar ki, yarı ediblər. Rəvanə isə bugün çoxlu muncuqlar hazırlayıb, qolbaqlar işləyir Rəvanə və fərqli rənglərə üstünlük verir. Hər zövqə uyğun hazırlayır ki, sərgidə satışı yaxşı olsun. Gözəl də çox qəşəng qolbaqlar hazırlayır bugün. Nülüfər qızım da çanta toxuyur. Afərin sizə. Bugünkü təlimimizdə də demək olar ki, Könül xanım təlimin əvvəlində çantanı yarı eləmişdi, amma hal-hazırda demək olar ki, yekunlaşdırır. Sonra Tural da bugün çoxlu qolbaqlar hazırlayıb. Fərqli dizaynlarda öz zövqünə uyğun rənglər seçib, rənglərini qarışdırıb, maraqlı alınıb məncə. Çox maraqlılar, çox qəşəng oldu. Turalın anası Xavər xanım çantanı bitirib. İndi son toxunuşları eləyir və Nisə qızımız da öz çantasının yarısından artıq keçib. Nisə? İnanıram ki, təlimin sonunda yekunlaşdıracaqsan bu çantanı. Belə, bugünlük bu qədər əziz iştirakçılar, yekunlaşdıraq, yarımçıq qalan işlərimizi evdə işləyə bilərik. Gələn təlimdə görüşənədək, sağ olun.